Meliorasiya və irriqasiya sistemlərinin kadastr hesabatını vermək meliorasiya və irriqasiya sistemlərini istismar edənlər üçün məcburidir. Kadastr hesabatı meliorasiya və irriqasiya sistemləri, habelə meliorasiya və irriqasiya sistemlərinə daxil olan və ayrılıqda yerləşən hər bir hidrotexniki qurğu üçün onların texniki xarakteristikasını və vəziyyətini özündə əks etdirən məlumatlar toplusudur. Meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə məşğul olanlar kadastr sənədlərini tərtib edərək növbəti ilin birinci rübündən gec olmayaraq suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinə təqdim etməlidirlər. Toplanmış kadastr məlumatlarına əsasən meliorasiya və irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların texniki vəziyyəti müəyyənləşdirilir, sistemin və qurğuların bərpası və yenidən qurulması üzrə tədbirlər planı hazırlanır. Kadastr məlumatlarına əsaslanaraq sudan istifadənin təşkilinə, suvarılan sahələrə, meliorasiya xidmətinin göstərilməsinə, meliorasiya və irriqasiya sistemlərinin onların bütün elementlərinin və qoruyucu meşə əkinlərinin işlək vəziyyətdə saxlanmasına və qorunmasına olan tələbləri, istismar xidmətinin qarşısında duran məsələləri, istismar və meşə meliorasiya işlərinin tərkibini, miqdarını və həyata keçirilməsinin dövrlüyü müəyyən edilir. Meliorasiya və irriqasiya sistemlərinin istismarının və qoruyucu meşə əkinlərinin saxlanmasının əsas məqsədi su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması hesabına suvarılan torpaqlardan yüksək və sabit məhsul əldə edilməsinə nail olmaqdır.